Milli Aviasiya Akademiyasının yanı Mərdəkan yolunun üstündə. Gördüyünüz bu həyət evi təcili satışdadır. Bu həyət evini biz sizlər üçün təklif eləmişdik 260 min manata. Ancaq bugün 230 min manatdan təklif eləyirəm. Satdığımız ev bax bu evdir. Bu da bu evin qarajıdır. Həyət evi 4.5, hardasa 5 sota yaxın torpaq sahəsinin içərisindədir. Çıxarış paket kupçadır. Həm ev üçün, həm də torpaq sahəsi üçün. Həyətə girişdə belə solda yay mətbəxi var. Oturmaq üçün bax belə bir şərait var. İsti polla. Arxası da qarajdır. Bayaq göstərdiyim kimi arxası da qarajdır. Bu isə 200 kvadrat həyət evidir. İçərisi tam əşyalı vəziyyətdə 230 min manata təklif eləyir. Buyurun, gəlin, xoş gəlmisiniz. Bura evin giriş hissəsi. Girişdə bax belə bir hol bizi qarşılayır. Bütün bu keramogranit hissələr hamısı istipoldur. Burada bizim sanitar qovşağımız var. Ev təmirdən yeni çıxıb, təkrar edirəm, 200 kvadrat metr sahəsi var. 4.5 sotun içərisində yerləşir. Təmirə ehtiyac olmayacaq, çünki təmir yeni yekunlaşıb. Burada da otaqları belə görə bilərsiniz. Bu hissədə deməli zal və 2 yataq otağı var. Yataq otaqlarını göstərək. Həmçinin zaldan da həyətə çıxış var. Keyfiyyətli materiallarla təmin olunub. Əgər bizim kanalımızı izləyirsinizsə, siz bu evin videosunu təqribən bir həftə 10 gün kimi görə bilərdiniz. O videoda biz bu evi 260 min manata təklif edirdik. İndi isə hal-hazırda 230 min manata təklif edirik, çıxarışlıdır. Mən sizə mətbəx hissəni də göstərim. Və mətbəx hissəmizdən daha bir yataq otağı və sanitar qovşağı. Bir sot çıxarışlı torpaq axtarsanız, yolun kənarında 25 min manatdan aşağı tapa bilmərsiniz. Yəni maraqlanın, özünüz də maraqlanın. Bu ərazidə bir sot torpaq almaq istəsəniz 25 min manatdır. 100 min manatdan artıq bu torpaq